Salam əziz tələbələr. Bugün biz Salih Hoca son Tereus matematik deneme sınavları kitabının çözümlərinə baxacağıq birdə. Deneme birdən başlayırıq. İlk sualımız rasyonel sayılara aid olan çox sadə bir sualda başladıq. 4 eksi 5'də 6 bizə 5'də 5 4'ünü 20, 6'sını çıxanda 14 eləyir. Bu da bizə 5'də nəsə eləyir? 5 üçün 15, 1 çıxdım 14 eləyir. Deməli gənclər, 14 böl 5, 14 böl 5 olduğu üçün demək ki, burasının cavabı 1 imiş. Bu hissəni silirik. Bax, bu hissənin cavabını biz nə tapdıq? 1 tapdıq, qeyd edirik 1. Sonra keçirik ikinci hissəyə. Burada gördüyünüz kimi bundan bu ixtisar edir, burada 4 qalır, bundan bu ixtisar edir, burada 3 qalır. Yəni 1 bölü 12 aldıq. Keçdik aşağı, bundan bu gedir, burada 3 qalır, bundan bu gedir, 2 qalır. Yəni 12'də 1'i neçəyə bölməliyik gənclər? 6'ya bölməliyik, yəni 6'da 1'ə vurmalıyıq. Bu da bizə nə elədi? 72'də 1. Bu da hazır. Gəldik buna. İndi 18'də 41'dən 2 çıxanda 5 bölü 18 qalacağını deyə bilərik. Bölürük 25'ə. 25'ə bölmək bilirsiniz ki, 1 bölü 25'ə vurmaqdır. Burada 90'da 1 qalır. Biz nə aldıq? 1 artı 72'də 1 artı 90'da 1. İndi biz əlbəttə ki 90 ilə 70'in ortaq payda eləməyəcəyik. Xeyr, biz bunu belə yazacağıq. Bilirsiniz ki bu 8 vur 9'dur. 90'da 9 vur 10 olduğu için. Yəni bu 8'də 1 çıx 9'da 1'dir. Bu da 9'da 1 çıx 10'da 1'dir. Burada 9'da 1'lər ixtisar etdiyi üçün deməli 1 artı 8 ilə 10'un paydasını götürəcəyik. 8 ilə 10'un ortaq paydası, baxın bunlar getdi. 8 ilə 10'un ortaq paydası 40 olduğu üçün deməli 5 çıxılsın 4 olacaq. Bu da bizə 10'da neçə eləyəcək? 1. Üstünə də 1 gələndə bizə 10'da neçə verməlidir əziz tələbələr? 10'da 11 verməlidir. Amma doğru cavabı yox, 10'da yox. 40'da 1 üstünə 1 gələndə 40'da 41 cavabını verməlidir daha doğrusu. 40'da 41 cavabı var mı? Var. C variantı. Sadə sualdır, amma biraz diqqət tələb edir. Bunu da nəzərimizdə saxlayaq. İkinci sual birinci dərəcədən tənliklərə aid, denkləmlərə aid sualdır. Çox rahat həll eləyəcəyik. Baxın, x artı vurub açırıq. 2x artı 2 eksi 6 olduğu üçün 2x eksi 4. Baxın, bunun da ortaq paydasını 2 götürəndə 2x çıx 2 çıx x olur. Buradan bərabərdir 1'ə. X artı, baxın buradan 2'ni çıxartdım, x çıx 2 oldu. Buradan da x çıx 2 bölü 2. Gördüğünüz kimi x çıx 2'lər gedir, bərabərdir 1'ə. Yəni nə olur? X artı 4 bərabərdir 1 isə x'imiz də nə olacaq? Mənfi 3. Deməli doğru cavabımız C variantı. Üçüncü sual. Burada mən olsaydım nə edə bilərdim? Əziz tələbələr, düşünürəm ki, hətta bunu parçalaya da bilərik. Necə? Gəlin belə bir format parçalayaq. 1 çıxılsın 2 bölünsün A artı 10 bölünsün B bərabərdir 9'dur. O zaman belə çıxır ki, buradan baxın. 1'i o tərəfə atıb 2'yə böldüyüm zaman 5 bölünsün B çıxılsın 1 bölünsün A dediğimiz şey bizim 4'tür. Adam bizə zaten verib 1 bölünsün A çıxılsın 4 bölünsün B-ni də bizə verib mənfi 2. Bunları alt-alta topladığım zaman təbii ki də A-lar ixtisar edər. Onlar 1 bölünsün B bərabərdir 2. Buradan da B-ni axtarırıqsa 1 bölü 2. Bu da sadə bir sualdır. Doğru cavab B variantı. Dördüncü sual üstlü ifadələrə aid olan bir sualdır. Necə həll edə biləcəyimizi düşünməliyik. Amma mən ən azından buradan görürəm 3 üzəri x çıx y bərabər 4 deyə bilərəm. Buradan da görürəm ki 3 üzəri x plus y bərabərdir 2 deyə bilərəm. Mən bu tənlikdən 3 üzəri x axtarıram deyə bunları bir-birinə vururam. Vuranda 3 üzəri 2 x'imiz 8 olur. Çünki y-lər ixtisar edir. Kök aldığım üçün 3 üzəri x-də 2 kökçü, yəni kök 8 olur. Doğru cavabımız 2 kökçü olacaq. 5-ci sual. Sadə köklü ifadələrə aid olan sualdır. Qarışıq görsənə bilər, amma qarışıq deyil məncə. Baxın, nə etmək olar? Bunu qoşmasına vurarsınız. Yəni kök 2 plus 1 vurarsınız. Burası 1 olar. Burası kök 2 plus 4 vurulsun. Kök 2 plus 1 olar. Bu hazır. Yuxarıdan bundan 3 ixtisar eləsəm, burada qalar 2, burada qalar kök 10 plus 3. Təbii ki də bunu da qoşmasına vurmalısınız. Kök 10 plus 3'ün qoşması kök 10 çıx 3 olduğu üçün yenə məxrəc 1 eləyəcək. 2 vurulsun kök 10 çıx 3 olacaq. Davam edirik. Bax kök 5 çıx 2 ilə işimiz yoxdur. Bunu vurub açanda nə olur? 2 artı kök 2 artı 4 kök 2 artı 4. Üzərinə nəsin 2 kök 10 çıx 6 bərabərdir. Kök 5 çıx 2 çarpı sadələşdiririk əziz tələbələr. 2 bu da 4 neçə elədi? 6. 6'lar nə elədi? Getdi. Qaldıq nə? 5 kök 2 üzərinə nəsin 2 kök 10 bərabərdir. Kök 5 çıx 2 ilə yenə işimiz yoxdur. Buradan parantez dışına nəyi çıxarda bilərik? Məsələ odur uşaqlar. Mən düşünürəm ki, buradan kök 10'u çıxarda bilərik. Baxın, kök 10'u çıxartsam, birincində kök 5, ikincində kök 2 qalacaq bu formada. Kök 2 deyil, hətta 2 qalacaq. Gördüyünüz kimi, bununla bu bir-birinin eşleniyi, yəni qoşması olduğu üçün, onlara vurduğumuz zaman 1 olduğu üçün doğru cavabımız o zaman nə olacaq? Kök 10 C variantı. Qəşəng sualdır, Tereus'a düşə bilər. 6-cı sual faktorial aid, yenə çətin olmayan bir sual tipidir. Baxın, 12 faktorialına 8 faktorial ixtisar edəndə yuxarıda qalacaq nə?
9, 10, 11, 12. Zaten bildiğiniz için 5 faktorialda 120'dir. Bu 120 ilə bu 120 getdiysə birinci kəsirimizin cavabı 99 olur. Aşağıdan bu ifadədə 10 faktoriala dəymirik. 8 faktorial çıxardırıq. Bu da eləyir 10. Baxın burada 10 ilə 10 gedir, qalır 9 faktorial. 9 faktorial 8 faktoriala böləndə təbii ki, bir dənə 9 alırıq. Demək ki, biz 99-dan 9-u çıxıb 9-cu cavabı tapa bilərik. Bu da bizə A variantını verir. 7-ci sual. Baxaq. Biz bunu necə əldə edə bilərik? Bir çox üsulla həll edə bilərik. Heç bir problem yoxdur burada. Baxın, məsələn mən bunu yaza bilərəm. 6 üzəri A vur 6 bərabərdir 3 kök 2-dirsə, 6 üzəri A bərabərdir kök 2 böl 2-dir. Bu hazır. Mənə 36 üzərində bir çıxa lazımdır. Yəni bu nə deməkdir? 36 bölünsün 36 üzəri A deməkdir. 36 üzəri A-nı mən bilirəm. 36 üzəri A bunun kvadratı sayılır. Yəni 36 bölünsün 2 bölünsün neçə? 4. 36-nı 1 bölü 2-yə böləndə bu da bizə doğru cavabı 72-ni verəcək. 8-ci sual. Köklü ifadələrə aid bir tık çətin sualdır. Yəni bir üst səviyyə sualdır. Teryosa düşüb bu sual tipindən yenə də düşə bilər. Ona görə öyrənmək lazımdır. Birinci ifadə ilə heç bir işimiz yoxdur. Çünki zaten bu sadələşmir. Plus 1 bərabərdir. 27x ilə də işimiz yoxdur. Çıxılsın 3. Əziz tələbələr, sən ən azından buradan 3x-i parantez dışına çıxarda bilərsən. Baxın, mən oradan 3'ü çıxartsam kökdən, yəni kök altda 3x-i çıxartsam, kök altda 3x-i. Kökün içində kök altda 18x plus 1 qalacaq. Bu məlum şeydir. Bunu götürüb bu birisi tərəfə atsam, nə olacaq? Kök altda 18x plus 1. Üzərinə yazsın 3 vurulsun kök altda 3x, vurulsun kök altda 18x plus 1 bərabərdir 27x çıx 1 deyə bilir. Buradan kök altda 18x plus 1 təzədən parantez dışına çəksəm 1 plus 3 kök altda 3x olacaq. Ay uşaqlar, bunu da 2 kare farkı ilə, yəni a kare çıx b kare formülünü alsanda elə 3 kök altda 3x çıx 1, bir də onun toplaması 3 kök altda 3x topla 1 yaranır bizdə. Gördüyünüz kimi bunları ixtisar eləyə bilərsiniz. Normalda ixtisar elədiyimiz hər bir şey sıfıra bərabərlənməlidir, amma burada sıfıra bərabərləməyə ehtiyac yoxdur, çünki kök mənfi ola bilməz. Demək ki, bizdə əlimizdə qalan ifadə bu oldu. Bu bərabərdir 3 kök altda 3x çıx 1-ə. Bəs bunu necə əldə edəcəyik? Məncə kvadratı yüksəldərik. Yüksəltdik. 18x plus 1 bərabərdir. Birincinin kvadratı 27x. Hasilləri 2'yə vuracam, yəni 2abc 6 kök altda 3x. İkincinin kvadratı plus 1. Gördüyünüz kimi, bax, bu bir neynədir? Getdi. Bunu da attım bu tərəfə. Nə oldu? 9x bərabər oldu 6 kök altda 3x-a. Hətta baxın, kök x-ləri ixtisarlaya bilərsən buradan. Yəni yazaq kök x-dən bir hətta gəlin 3-ə ixtisarlayaq. Yazaq 3 kök x bərabərdir 2 kök altda 3-ə. Sonra bunu yenə mən olsaydım x tapmaq üçün kvadratı yüksəldərdim. Yəni 9x bərabərdir 2 kök x-in kvadratı səhv eləmirəmsə 12 eləyir. X də bərabərdir 12 bölü 9, yəni 3'ə ixtisarlasaq 4 bölünsün 3. Məncə 4 bölünsün 3 doğru cavabdır. Bəli, x istəyir 4 bölünsün 3 tapdıq. Yenə deyirəm, bir tık çətinləşdirilmiş sualdır, amma teryosa düşüb bu tip sual tipindən öyrənməliyik. 9-cu sual çox çətin olmayan, çarpanlara aid olma sualdır. Düşmə ehtimalı %90 suallardandır. Niyə görə? Həm burada 2 kare farkından istifadə edirik, həm tənlik bilgilərimizdən istifadə edirik. Baxın, x kvadrat çıx 4y kvadrat, x çıx 2y, bir də x plus 2y-dir. Buradan da 4'ü çıxartsam təzədən x çıx 2y bərabərdir 28 olacaq. Əziz tələbələr, buradan x çıx 2y parantez dışına çəksək, x artı 2y artı 4 bərabərdir 18 olur, 28 olur. Mən buradan x artı 2y-in yerinə 10 yazsam, burası 10 plus 4 oldu, yəni 14 olur. Demək ki, sən deyirsən ki, x çıx 2y və 2 qalır. Və sən mənə vermirsən ki, x plus 2y də 10'dur. O zaman bunları alt-alta toplayaram. 2x bərabərdir 12-dən, x taparam neçə? 6. X-i 6 tapan adam aparar yerinə yazar. 6 çıx 2y bərabərdir 2 isə y-ə də buradan 2 verir. Deməli, x-imiz 6, y-imiz 2 olduğu üçün onlara bir-birinə vuranda doğru cavab 12 olacaq. 10-cu sual çox sadə yazıla biləcək bir sualdır. Məsələn, mən olsaydım 8 vurulsun 10'un kvadratını parantez dışına seçərdim. Burada qalardı 10'un kvadratı, burada qalardı 9. Tamam. Aşağıdan nə edə bilərəm? Ən azından 5'in kubu ilə 2 üstü 4'ü parantez dışına seçərəm. Burada qalar 1, burada qalar çox üstün 5'in kubu yox, 5'in kvadratını seçə bilərəm. Ona görə birincidə 1 yox, 5 qalır. İkincidə 2 qalır. Düz yazdım, səhv eləmirəmsə. Baxın, indi gəl sadələşdirmə eləyib. Bununla bu gedir, bilirsiniz ki, burada 2'nin kvadratı qalır. Yəni bu da 2'nin kubu olduğu üçün bunlar birləşib 2 üstü 5 eləyir. 2 üstü 5 ilə 2 üstü 4 gedir. Əziz tələbələr, nə qalır? 2 qaldı. Bu elədi 91, bu da elədi 7. 91'i 7'yə böləndə 13 elədiyi üçün 13 vur 2-dən məncə doğru cavab 26 olmalıdır.
10-cu sual, 11-ci suala keçdik. Yenə köklü ifadələrə aid maraqlı sualdır. Yəni çətin deyil, yazmaq olar. Necə eləyə bilərik? Bu 5x-lə işimiz yox. Zaten burası da sadələşmiş. Yenə işimiz yox. Bərabərdir 37. 10y. Sən qardaş buradan 8 parantez dışına çıxırsa 8-i 2 kimi çıxardıb 3-cü dərəcədən 2x plus 2y deməlisən. Deməlisən qardaş, deməlisən -34. Sonra yuxarını 2-yə vurub aşağı ilə toplayarsan ki, bax bununla bu ixtisar etsin. Yuxarını 2-yə vurub topladığın zaman 2-yə vuranda bu 10x, bu da 10y topladığın neçə elədi? 10x plus 10y. 2'ye vurup toplayanda bunlar zaten getdi. Yuxarını 2'ye vurdun. 37'ni 2'ye vurursan çıxırsan 34. Bu da sənə səhv eləmirəmsə 37'ni 2'ye vuranda 74, 34'ün sonradan da 40 verir. O zaman sən buradan x plus y avtomatik olaraq neçə tapdın əzizim? 4 tapdın. Səndən y istəyirsə gətirərsən bax bu ifadədə x plus y-in yerinə 4 yazarsan nə olur? 10y çıxılsın. 64'dən 3-cü dərəcədən köçdən 4 olduğu üçün -34-ə bərabərləyirsən. 10y bərabərdir -30 deyirsən. Y də bərabərdir nəyə? -3. Doğru cavabımız demək ki -3'müş. 12-ci sual. Bu sual nəsə qarışıq bir suala oxşuyur. TRS bu tip suallar düşür bilirsin moduldan, mutlaq dəyərdən. Amma biz bunu öyrənməliyik. Məsələn mən ikincidən başlayacağam. Belə düşünək də. Modulca 3 artı a çıxı 2 bərabərdir 6 verirsə bunun həllinə görə ya modulca a çıxı 2'miz bizim 3 olmalıdır ya da modulca a çıxı 2'miz bizim -9 olmalıdır. Təbii ki də belə bir şey ola bilməz. Bu ikinci halı silirik. Deməli modulca a çıxı 2'miz 3'dür. Bu da a'nın bizə ya 5 olduğunu ya da a'nın bizə -1 olduğunu bilir. Bu iki halı götürürsən qardaş. Deyəlim ki mən gəlirəm burada a'nın yerinə 5 yazıram. Nə olur? 5 çıx b'nin modulu, 5 çıx b'nin modulu üzərinə gəlsin nə? 5 bərabərdir 1'ə. Bu hal mümkün deyil ki, əziz tələbələr. Yəni o zaman belə çıxış bu modul -4 olmalıdır. Bu hal mümkün deyil bizim üçün olsun. Ona görə bunu silirəm. Yəni mən artıq bunu götürəmədimsə a'nın yerinə -1 yazıram. O zaman modulca -1 çıx b çıx 1 bərabərdir 1'ə. Bunu necə yazılır əziz tələbələr? B plus 1'in modulu, yəni modulda mənfinin önəmi yoxdur. Ya 2 olmalıdır ya da B plus 1'in modulu nə olmalıdır? 0 olmalıdır. Buradan B'ni -1 tapıram bu haldan. Olmaz çünki modul B'dən kiçikdir. Bunu at geçsin. Bu olmadı. Deməli modulca B plus 1 bərabər 2'dən davam edirik. Buradan B'miz ya -3'dür. Düzdürmü? B'miz də ya 1'dir. Bizə deyir ki, qardaş, modulları bir-birindən kiçik olmalıdır. Onca bu B'nin 1 olduğunu da götürəmirəm. Deməli B'miz -3 olanda ödəyir bu şərti. Demək ki B'miz -3, A'mız -1 olduğu zaman doğru cavabı tapa bilərik. E variantıdır. Modulda bu tip sualların yoxlama yanılma ilə davam eləmək lazımdır ki, hansı ödəyir onu götürəsiniz. 13-cü sual eşitsizliyə aid maraqlı bir sualdır. Baxın, ilk öncə bu hissədən başlayaram mən. Hər tərəfi 3'ə vururam. 9, x artı 5, 12. Sonra 5 çıxaram hər tərəfdən 7. Burası neçə eləyir? 4. Yəni sənin x'in ya 5'dir ya da 6'dır qardaş. Bu qalsın cibdə. Keçirəm ikinci hissəyə. Hər tərəfə yəni bu hissədən söhbət edirəm. 6 əlavə edirəm. 10, x, y. Bu da neçə eləyir əzizim? 13. İndi qardaş sən tutaq ki x-a 5 verirsən. Yaxşımı? X-a 5 verdiyin zaman y-ə nə verə bilərsən ki bu aralığa düşsün? Yəni vuranda 5'i nəyə vursun? 10-la 13 aralığına düşür. Heç nə. Çox təəssüf. Onca 5 götürəmədim. O zaman x-a 6 götürərəm. Tam sayı deyil axı. Y-ə nə verə bilərəm? Vuranda 10-la 13 arasında düşən bir dənə ədəd var 2. Deməli qardaş x'in 6 imiş, y-in 2 imiş. Çıxdım bir-birlərindən 4. 14-cü sual. Bax, birinci modulu əzizim həll eləyirik. Yazırıq 9 çıx b bərabərdir b plus 1 və ya 9 çıx b bərabərdir -b çıx 1. Bu ikinci halda b-lər ixtisar etdiyi üçün ola bilməz. Demək sənin həllin buradan gələcək. Buradan da b-ni tapırsan b olur 4. Bax, b-nin 4'müş bu cibdə. Gətirsən bu b-nin yenə 4 yazdın. Yazsam əlim c plus 4 ya 2 çıx c-dir. Yenə ya c plus 4 c çıx 2'dir. C çıx 2 halı yenə ola bilməz. 4 -2'ye bərabər olur c-lər ixtisar etdiyi zaman. Deməli bax buradan həll eləməlisən. Bu 2c -2c c'miz qardaş nə oldu? -1 qadan aldım. Bu c'ni tapdım. B'ni də tapmışam. Gətirəm c'ni yerinə yazıram. Modulca a çıx 1 bərabərdir a plus 3 verir. Ya a çıx 1'in sənin a plus 3'dür. Bax bu hal mümkün deyil yenə dediyim kimi. Ya da a çıx 1'in -a çıx 3'dür. Buradan 2a bərabərdir -2 olduğu üçün a'mızda nə oldu? -1. Hop, gəldik götürdük cavabı yazdıq. Demək ki, nə etdik? Modulun kurallarına görə 2 dəfə aça-aça baxdıq. Hansılar ödəyirsə götürüb bir sonraki tənliklərini də yerinə yazdıq. Tənliyi ən sonunda A-nı tapa bildik. 15-ci sual. Bu da sadə bir sualdır. Rahat bir sualdır. Amma ağıllı olmaq lazımdır. Buradan bir küp düsturu yaranır. Sən onu x kub plus 3x kvadrat plus 3x plus 1 plus 6 kimi ayıra bilərsən.
Bu ifadə sənə x plus 1'in kubu plus 6 kimi yanaşacaq. Sən zaten buradan bax, x plus 1'i buradan tapırsan ki, 3-cü dərəcədən kök 9'dur. Gətir yerinə yaz. 3-cü dərəcədən kök 9'un kubu plus 6 olduğu üçün, bu da 9 plus 6'dan sənə neçə verəcək? 15 verəcək. Deməli, doğru cavabımız 15 ola bilərmiş. 16-cı sual. Belə bir şey verib mənə. Yazmağa çalışaq. Ən azından mən birinci tənliyi çarpaz vuraram. AB plus A plus B plus 1 bərabərdir 28 yazaram. Buradan AB plus A plus B'ni tapdım ki, əziz tələbələr 27'dir. Bu zibdə, bu qalsın. Görək bundan necə istifadə edə biləcək? Əsas məsələ odur ki, necə istifadə edə biləcəksən qardaş? Bax, mən buradan yoldaş, bax, bundan kimi çıxarda bilərəm parantez dışına? C-ni. C-ni çıxartdım, oldu A plus B. Bu qalsın. Hətta bu ABC-ni də bu tərəfə atıb, oradan da C-ni çıxardıram parantez dışına yenə. Olur nə əzizim? Olur AB çıx 2. Bərabərmiş 100'ə. Bunu yazdıq. Təzədən buradan C-ni də parantez dışına çıxartıram. Yəni, ya da istəyirsiniz qalsın. Heç mənim üçün problem də deyil bu. Burada nə aldıq? Belə bir şey aldıq. Biz bilirik ki, məsələn, A plus B-nin yerinə, A plus B-nin yerinə 27 çıx AB yaza bilərik. Bax, buradakı A plus B-ni tapıram, burada yerinə yazıram. Olur nə? C vurulsun, 27 çıxılsın AB, üzərləsin C vurulsun AB çıx 2, bərabərdir 100'ə. Indi C-ni çıxardaq parantez dışına, nə olacaq? 27 çıx AB, bax, bu zaten, burada səhv yazmışam şu olar. Burası AB çıx 2 idi, mən A plus B yazmışam. AB çıx 2, hə. Bu olur nə? Plus AB çıx 2 bərabərdir 100'ə. AB-lər getdiyi üçün olur 25C bərabərdir 100'ə. C də bərabərdir 4'ə. Doğru cavabımız 4 olmalıdır. 17-ci sual. K eləmə aid olan sualda bu sualları ən sona saxlayıram əziz tələbələr. Bunlar məntiqə aid olan sualları. Sizin üçün bunlar çox rahatdır. Bunu yaza bilərsiniz, yaxşımı? 18-ci sual, eşitsizlik sualı. Biz bu sualları necə həll edə bilərik? Gəlin bir yerdə baxaq. Məsələn, ən azından bu birinci ilə ikinci tənlikdən x-lar x-lar alırıq ki, y kvadratımız kiçikdir y-dən. Bu da bizə y-in 0 ilə 1 arasında olduğunu deyir. Ən azından bunu tapdıq. Eyni şeyi bax buradan yazsaq, y-lər x-lar x-imiz x kvadratdan kiçik idi. Bu x-imiz 0-dan kiçik ədəd ola bilər. Bir də x-imiz 0-dan böyük ədəddə ola bilər. Yəni bu hallar ödənir ən azından bizim üçün. Sonra baxaq görə burada nə yaza bilərik əziz tələbələr? Məsələn, birinci ilə üçüncüsünə baxsaq, yaza bilərik ki, x plus y kvadrat kiçikdir x kvadrat plus y-dən. Bunu bir yerə yığsaq, x çıx y kiçikdir x kvadrat çıx y kvadratdan. Bu x çıx y-ə dəyməsək, buranın 2 kərə farqı kimi alsaq, x minus y, x plus y desək, düzdürmü? Biz buradan x minus y-i silə bilərik, x minus y-i silə bilərik. İndi məsələnin mahiyyəti nədir burada uşaqlar? Biz x minus y silsək, məsələn, yaza bilərik, müsbət kimi görsək, x plus y böyükdür 1-dən və ya silsə, x plus y nədir? Kiçikdir 1-dən şərt ödənəcək. İndi biz buna görə dəqiq bilməliyik ki, əziz tələbələr, hansı şərt bizim üçün daha doğrudur? Yəni, bizim x y-imiz toplamımız müsbətdir, yoxsa x y toplamımız müsbətdir və ya mənfidir? Hardan bilə bilərəm? Məsələn, mən bildirəm ki, y-im 0-dan 1 arasındadır. X-im, əziz tələbələr, 0-dan böyük ədəddə 5 də bunu ödür, mənfi 5 də bunu ödür. Mən indi hansını götürməliyəm? Hansı hala düzgünlüyü baxmalıyam? İndi onun üçün də bir dəfə də buradan göz gəzdirib. Ona əmin olmaq lazımdır. Buradan göz gəzdiririk ki, baxın burada. Necə bir şey fikirləşə bilərik ki, yəni x minus y haqqında nə deyə bilərik? Müsbətdirmi, yoxsa mənfidirmi? Birinci ilə üçüncü tənlikdən dəqiq deyə bilirik. Xeyr, deyəmirik, sadələşdirmişik. Baxaq buna. X y-lərimiz gedir. Səhv yazmamışıq. Xeyr, səhv yazmamışıq. Düzdür. İkinci tənliklə üçüncü tənlikdən zaten bərabərlik almışıq. 1 ilə 2-dən də almışıq. Heç bir şey deyəmirik. Ən azından gələk baxaq. İfadələrdən hangisi daima doğrudur bizə deyir. Deyək ki, x-imiz y-dən kiçikdir birinci variantda. X-in y-dən kiçiklik halı var mıdır? Vardır. Amma bax, bu hala olsa məsələn uyğundur. Amma bəlkə ikinci halı buna daima doğru deyə bilmərik. X plus y-imiz 1-dən böyükdür. X plus y-imizin 1-dən böyük olması üçün y-imiz x-dan kiçik olmalıdır. Düzdürmü? Ona görə uşaqlar, bu hal doğru ola bilər. Y-imiz 1-dən kiçikdirmi? Bəli, 100% y-imiz 1-dən kiçikdir. Məncə, əziz tələbələr, 100% doğru cavab 3-dür. Bax, bunu yenə məncə deyə bilmirik. Çünki yenə, burada məsələ nədir? Dediyim kimi, bu halda ola bilər, bu halda ola bilər. Biz bunu konkret deyə bilmərik. Məncə, burada doğru cavab yalnız 3, konkret olaraq 100% əldə edədiyimiz bilgidir. Ona görə yalnız 3-ü qeyd edirəm.
Keçdik 19-cu sual. Yenə faktorial aid bir sualdır maşallah. Baxın. A faktorial plus 4B faktorial bərabərdir 2A faktorial çıxılsın 2B faktorial. Bunları sadələşdirəcəyiz tələbələr. Yığırıq bir yerə. Mənfi A faktorial bərabərdir mənfi 6B faktoriala. Buradan A faktorial bərabərdir 6B faktoriala. 6B faktorial. Bu cibdə. Bizə nə deyir əziz tələbələr? Deyir ki, A çıx B faktorialımız 2-dir. Baxın, A çıx B faktorialının 2 olmasın. Birincisi bilirsən ki, sən 2 faktorial 2-dir qardaş. Düz deyilmi? A çıx B faktorialının 2 olması üçün deməli A bərabərdir B plus 2 olmalıdır məncə. Bu şərt ödənməlidir. Gətirirsən burada A-nın yerinə bunu yazırsan. B plus 2 faktorial bərabərdir 6 vurulsun B faktoriala. Burada sadələşdirirsən, burada qalır B plus 2. Burada qalır B plus 1 bərabərdir 6-ya. Bu şərtin ödənməsi üçün B-yə 1 verə bilərsiniz ki, 2 vur 3 olsun. B-yə 1 verdiyin zaman gəlirsən burada A neçə olur? 3 olur. B1 A3 olduğu üçün topladın neçə elədi? 4 elədi. Deməli, doğru cavabımız A variantıdır. Gəldik 20-ci sual funksiya sualıdır. Funksiya sualına baxırıq. Baxaq. Bizdən C-1 istəyir birincisi. C-1 qrafikdən tapıla biləcək bir şeydir. Nədir? 0-dır. İndi mənə lazımdır F0. F0-ı tapmaq üçün görək tapa bilərəmmi ya yox. Ən azından mən bilirəm, bax. F0 çıx C0 deyilən şeyi birinci qrafikdən 4 olduğum, 5 olduğum bilirəm. 5. Və indi mən C0'ı da bilirəm. Eyni şəkildə qardaşlar. C0 buradan bilinir axı neçədir? 2-dir. C0 2 olduğu üçün artıq mən F0 neçə tapdım? 7. Bu qrafikin bu hissəsi hazır. İndi nəyə baxacağım? FOF2, yəni birinci F2-ni tapacağım. Ən azından yenə bax, F2 çıx C2-ni birinci qrafikdən neçə tapıram? 4 tapıram. Bəs əzizim, sən C2-ni bilirsənmi? C2-ni bilirəm müəllim. C2 neçədir? 4'dür. Oho. O zaman F2 neçə olur? 8. İndi sənə nə lazımdır? Sənə bir dənə son nəticədə F8-i də tapsan sualı həll eləyirsən. Aha, indi burada iş dəyişir, biraz ziyana keçir. Necə? Mən F8-i tapa bilmirəm. Nəyə görə tapa bilmirəm əzizim? Çünki qrafikdə 8 nöqtəsi heç bir qrafikdə verilməyib. Onun üçün bax, yəqin ki biz bundan istifadə edəcəyik əziz tələbələr. Yəni birinci verilən denkləyimdən istifadə edəcəyik F8-i tapmaq üçün. Bax, fonksiyonumuz x artı 11 qədər gedir. Yəni mən məsələn x-a mənfi 3 versəm, birinci tənlikdə bax, x-a mənfi 3 versəm, yazsam mənfi 3 qoysam x-in yerinə o dairə elədiyimdə burası olur 8, burası olur mənfi f mənfi 3 bölü 2. İndi baxaq, görək mən f mənfi 3-ü tapa biləcəm ya yox. Aha, gəlirəm burada mənfi 3 nöqtəsi var, yazıram. F mənfi 3 çıxılsın c mənfi 3 neçəyə bərabərdir əzim? 6-ya. Bəs c mənfi 3-ü bilirəm? Hə, müəllim, burada da mənfi 1-dir. Bunun yerinə mənfi 1 yazanda buradan f mənfi 3-ümüz neçə eləyəcək bizim? Plus 1 çıxıram birim 5. Aha, müəllim, 5 tapdım. Əzizim, o zaman 5 tapmışsansa gətir yerinə yaz. Burası da olsun mənfi 5 bölü 2 olsun da sənin üçün. Deməli F8-in də nəymiş? Mənfi 5 bölü 2'miz. Birinci tənliyimizin cavabını 7 tapmışdıq. İkinci tənliyimizin cavabını mənfi 5 bölü 2 tapdığı üçün bunları sadələşdirik. 2, 7, 14, 5'in çıxdım 9. Deməli doğru cavabımız 9 bölü 2'dir. Bu da funksiyaya çox maraqlı bir sual həll edir. 20-ci sual. 21-ci sual. Uşaqlar bizə verib George mənfi 3 istəyir. Mən bu tip sualları 100 dəfə tələbələrimə öyrətmişəm ki, buranı 0 eləyən dəyərlərə mütləq baxmaq lazımdır. Baxın, oranı 0 eləyən dəyər x kvadrat çıx 9'un 0 olduğu dəyərlərdir. Yəni x-in ya 3'dür ya da mənfi 3'dür. Yəni belə çıxır ki, uşaqlar f mənfi 3 c mənfi 3'ə bərabər imiş. Yəni sən George mənfi 3 əvəzi Goff mənfi 3'ü də hesablasın, bir problem yaşamazsan. Ona görə Goff mənfi 3 hesab olmaq üçün gələrsən burada x-in yerinə nə yazarsan canım gözüm? Mənfi 3 yazarsan. Onlar Goff mənfi 3 bərabərdir. Mənfi 3 nöqtəsini qoyduğumuz üçün. Mənfi 3 dənə f mənfi 3. Üzərinə 3 vurulsun f mənfi 3. F mənfi 3, mənfi 3 plus 2. Əziz tələbələr, bunu sadələşdiririk. Goff mənfi 3 işimiz yoxdur. Bizim Goff mənfi 3 qalır zaten. Bu bizim axtardığımız dəyərdir. Baxın, açanda bununla bu neyinir? Gedir. Elə 3'ü də 2'yə vursan 6 olur. Hop. Tapdıq cavabı. Bu zaten dediyim kimi elə C mənfi 3'ə bərabər idi. Heç bir problemimiz yoxdur. 22-ci sual gözəl qardaşlar. Deyir ki 1 və 2 3 sırası ilə hangi düşmələrdir? Bu da TRS-ə düşən sual tipi düşürlər. TRS-ə bilirsiniz ki, ən çox belə sual tipləri düşür. Burada nədir? Baxırıq. Deyir ki birinci sıra A-dımı, B-dimi, C-dimi tapmaq lazımdır. Birincisi, mən Y-ə baxıram. Y necə bir şeydir uşaqlar? Y haqqında nə deyə bilərəm? Y yalnız 3'ə daxildir. Amma adam da mənə verir ki, Y C-yə daxildir. Deməli 3C olmayacaq. 3-cü olduğu variantı sil. İkincisi X-a baxıram. X yalnız ikincisində var. X B ilə C-nin birləşməsinə daxil deyilsə, deməli X A-ya daxildir qardaş. İkincisi A olmalıdır. Bunun başqa çarəsi yoxdur. Yəni bu variantları sil. Deməli doğru cavabımız hansı qaldı?
Zaten şərti ödəyən bir dənə D variantı olduğu üçün heç bu sualı uzatmadan götürə bilərik ki, doğru cavabımız D variantıdır. Davam edirik növbəti sualımızdan, 23-cü sualımızdan. Bu da TRS-ə düşən sual tipidir. Mütləq bunu mən keçən dərsdə izah eləmişəm uşaqlar. Bunu izahını verməyəcəm. Instagramda soru sözün bölməsində bu 23-cü sualın və 24-cü sualın həllini yazıb paylaşmışam. Zəhmət olmasa oradan baxarsınız. Baxın. Gəldik. Biz D variantına baxırıq uşaqlar. D variantında məsələn mahiyyəti nədir? 25-ci sual daha doğrusu. Mənə deyir ki, əziz tələbələr, x-ların cəmini tap, amma x-ların da D-yə daxildir. Birincisi D-nin nə olduğunu anlamaq lazım uşaqlar. D-də mən düşünürəm ki, bunu açar zaman B farq A. Bir çox tələbələr çaşıb birləşmə işarəsi qoyur ortaya. Xeyr. Ortada, yəni siz birləşmə işləminə görə dağılma qanunu istifadə edirsə, mütləq işarə əksinə dəyişir. Yəni kəsişmə B farq C olur. Bax, D küməsi sadələşməsi budur. Yəni, mənə belə çıxır ki, bunların kəsişməsi lazımdır. Bunların kəsişməsi əziz tələbələr 1 ilə kimdir? 4-dür. Deməli, mənim D küməm 1 ilə 4-dür. Mənə deyir ki, x-ların cəmi dax, amma x-lar D-yə daxil olsun. D-yə daxil olan 1 ilə 4 olduğu üçün onları topladım. Neçə aldım? 5 aldım. 26-cı sual yenə kümələr aid sualdır. Deyir, B farq A-nın C ilə kəsişməsi. Əziz tələbələr, birincisi C ilə kəsişəcəksə, qırmızı kümənin içinə düşməlidir, bu məlum. Bir də B-də olub A-da olmayanlardır. B-də olub A-da olmayan elemanlar nədir? Yəni, göyə küməyə düşməyəcək, yaşılda olacaq. Bax, bu nəyə görürsən? Bu Z görürsən? Bax, bunlar sırf qırmızı ilə yaşılda var. Göydə yoxdur. Düzdürmü əzizim? O zaman oranın kəsişməsini nə yazdım? Nə ilə Z yazdım. Onu birləşdirirəm. Deyir, A ilə C-ni kəsişdir, amma onu sonra B-dən fərq elə. A ilə C-nin kəsişməsi birincisi əziz tələbələr kimdir? Həm göyə, həm qırmızıya düşən. D-dır, M-dır. D-M-nin B-dən farkı məncə bir dənə kim qalacaq? M qalacaq zaten. Onun zaman bunların birləşməsi M-nin Z. Doğru cavab C variantı olar. 27-ci sual. Sadə çarpanlara ayrılma olan sualdır. Birinci ifadədə məsələn 3-ü çıxardarsan x kvadrat çıxı 4 olar. X minus 2, buna da x plus 2 deyərik. İkinci sualdan 2-ni çıxardarsan x kvadrat çıxı 9 qaldığı üçün x minus 3, x plus 3-dür. Düzdürmü? Keçirsən aşağı. Buradan 25 kvadratı, yəni bunu 2 kare farkı kimi açırsan 5x çıx x kvadrat çıx 6. Bir də qardaş 5x plus x kvadrat plus 6 kimi açdın. Yuxarıya dəymirsən, aşağını yazsan. Aşağıdan şöyle bu mənfini qabaq alanda, x kvadrat çıx 5x toplu 6 olduğu üçün x minus 3, x minus 2'dir. Səhv eləmirəmsə. Keçirəm bura, bu da bilirsiniz x plus 3, x plus 2'dir. Demək ki, baxıram, qardaş, log, dık getdi. Yuxarıda 3 vur 2 qaldı, aşağıda mənfi 1 qaldı. Ona görə doğru cavabımız mənfi 6 olur. 28-ci sual. Mənə belə bir şey verib, Q10'u istəyir. Lap gözəl. Birincisi, mən bu şərtdən bilirəm ki, buranı 0 eləyən dəyəri x-in kök 5 dəyəridir. Burada yerinə yazıram. Yəni, P kubu 5 bizim üçün olur 8. Bu nə deməkdir? P5'ün 2 deməkdir, qardaş, cibdə. İndi bax, qardaş, mən Q10 eləmək üçün burada x-ə neçə verərəm? 8 verərəm. Onlar P5 böl Q10 bərabər, bax, x-ə neçə verirdim? 8 verirdim. 6 bölünsün 7-yə. Qardaş, P5'i bilirsən? 2. 2 bölünsün K deyək, 6 bölü 7-dirsə. Doğru cavabımız yenə səhv yazmışam. Çünki 8 verəndə burası 7 yox, burası 9 olurmuş. 9 yazaq. 9 üçün 18 6'ya böldünüz. Doğru cavabımız 3'dür. Əziz tələbələr, siz mənim kimi səhv eləməyin. Mənim səhvimin təlafisi var, amma sizin TRS səhvinizin geri dönüşü yoxdur. Diqqətli olun lütfən. 29-cu sual. Deyir ki, A, B, C çarpımını istəyirəm. Px artı 1 polinomu Q mənfi x polinomuna bərabərdir. A, B, C çarpımını tapın. Baxın, burada bir neçə məntiqdən istifadə eləmək lazımdır. Necə tapa bilərik? 2 polinomun bərabərindən çox rahat tapa bilərik. Necə? Mən düşünürəm ki, əzizim, gəlin belə eləyək. Birincisi bunu düzəldək, Px-ə çevirək. X-in yeni x minus 1 yazaq. O zaman Q 1 minus x-ə bərabər olsun. Düzdürmü qardaşım? Düzdür. Sonra nədən istifadə edə bilərik? Məsələn, ən azından x-ə 0 verərəm. P0 Q1-ə bərabər olar. P0 eləmək üçün gəlin burada x-ə 0 verək. 0 verəndə C oldu. Q1 deyəndə gətirirsən burada 2x-in yerinə 1 yazırsan da qardaş. Olur nə? B çıx 1, çıx 2, plus A, plus B, plus 2. İkilər burada neynədir? Getdi. C bərabərdir oldu 2B plus A çıx 1. Bunu tutduq bu cibdə. Sonra bax x-a 1 vermək istəyirəm. Yəni P1'im Q0'a bərabər olduğunu göstərirəm. Bax P1'im Q0'a bərabərdir. Gedirəm P1 eləyirəm. Nə olur? A çıx B plus 1 plus C bərabərdir. Q0'da bilirsiniz x-lar gedir. Olur A plus B plus 2'yə.
Gördüyünüz kimi gənclər, buradan A-lar neynədir? Getdi. Yığdım bir yere. 2B bərabərdir C çıx 1'ə. Bu da cibdə. Zaten məsələn baxın, düşündüyümüz kimi biz 2B-nin yerinə A ilə C əlaqələndirə də bilərik. Bax, bununla bunu əlaqələndirə bilərik, amma hələ ki saxlayıram. Üçüncü hala keçirəm. Bir halda yoxdur, sonra işimi bitirəcəm. Gəlin, mən düşünürəm ki, X-in yerinə bir dənə bax buradan. Sonuncu olaraq X-in yerinə nə yazaq? -1 mi yazsaq? 2 mi yazsaq? Gəlin, -1 yazaq. Neynək? P-1 bərabər olsun Q2-yə. P-1'im nədir gənclər? B çıx A-dır. Plus 1'dir, plus C-dir, bərabərdir Q2'yə. 4B çıx 4. Çıx 4. Sonra 4B çıx 4. Bəli, çıx 4. Plus A, plus B, plus 2. Hə, bu üçündən nə əldə eləməliyəm? Birinci hələ bunu sadələşdirirəm ki, buradan C-ni tapıram əzizim. C bərabər olur nəyə? 4B, 5B, bir dənə də B çıxdım, qaldı 4B hələ. A'larını attım bir çıx 2, topla 2A oldu. Ədədləri attım o tərəfə 4, 4, 8. 2'sinin 6, üstündən birinin çıx 7. Bax, bunu aldım. Şimdi gəlin buradan bu C'nin yerinə birinci 2B plus 1 yazıq. C'nin yerinə 2B plus 1 yazdığım zaman nə əldə edirəm? Görək. Əldə edirəm 2B plus 2A bərabərdir 8'ə. Mən buradan B plus A'nı tapıram əziz tələbələr. B plus A'nı 4 tapıram. Bir dənə bunu tapa bildim. Bu bizim işimizə yarayır mı? Yaramır. Bax, görürsünüz, mən uzun yolla yazdım. Mən dedim, bəlkə belə qiymət verməklə daha rahat ala bilərəm. Baxın, alanmadım. Onda bunu sildim. Sizdən çox sorry deyərək belə bir şey yazdım onda. Normal polinom bərabərliyinə gətirə bilərəm bunu. Yəni necə? Buradan deyərəm ki, Px bərabərdir Q 1 çıx x-dir, düzdür? Px polinomu bilirəm ki, zaten A çıx Bx-in kubudur. Plus x'in kvadratıdır, plus c'dir. Bu cibdə. Keçirəm Q1 minus x tapanda. X'in yerine 1 minus x yazıram. Yəni B çıx 1 vurulsun 1 minus x'in kvadratıdır. Neyse, yenə bir dənə ağlıma bir şey gəldi. Dəli kimi ağlıma bir şeyler gəlir, amma indi bunu yazın deyəcəm. Uşaqlar, baxın, burada bir ağlıma nə gəldi. Deyim sizə. Mən bayaqları zaten A plus B'nin nesi tapmışdım? 4 tapmışdım, səhv eləmirəmsə. Bu zaten buradan mənim səhvim nədir? Bu kubu görürsən, zaten QX-də kub yoxdursa, deməli A B-yə mütləq bərabər olmalıdır. Yəni ora 0 olsun. A B-yə bərabərdirsə, hər ikisində 2 tapa bilərsən. Zaten A-nı B-ni tapdıq qardaş. Gedək C-nin haqqında baxaq görək, C-ni necə tapa bilərik. C indi sabit terimlərimizdir. Burada sabit terimdir. Buradakı sabit terimlərə də baxa bilərik. Və yaxud da mən bunu geri qaytarım. A B-ni tapmışam da dayıcı. Bunu İnşallah bir suala siz mənim kimi belə yazmayın, vaxtınızı itirməyin. Mən indi burada vaxtım boldur, geniş rahat yaza bilirəm deyə bu formada yazıram. Siz belə yazmamalısınız əlbəttə ki. Siz normal. Baxın, mən burada B plus A'nı 4 tapmışdım, düz deyil qardaş. B'miz də 2'dir, o zaman A'mız da 2'dir. Zaten C'miz də məsələn 2B plus 1'dir. O zaman C 2B plus 1 isə C'miz də 5'dir. 2, 5. Qardaş, bunların çarpımını istəyir bizə 4, 4, 5'ində 20. Bax, gördüyünüz kimi 20 cavabını tapdıq. Yenə dediyim kimi, mən burada vaxtım genişdir deyə, baxın, bu formada yazıram və ya bayaqki formada yazıram. Siz biraz daha sürətli və pratik olmağa baxın, çalışın. 30-cu sual. Uşaqlar, görək nədir? Bizə belə bir şey verir. Deyir ki, polinomumuz Px0, Px artı 1'ə vurub 8 vurulsun, P üzəri 5x almışıq. P3 sıfırdan fərqlidir, P3 nədir? P3 yəni, uşaqlar, sıfırdan fərqli verilməsinin mənasını izah eləyərəm yəqin ki, buradasın. Uşaqlar, bu şərtin ödənməsi üçün Px bərabərdir yalnız C, sabit polinom olmalıdır. Yəni sən C-ni vurubsan C-yə, 8 vurulsun C üzəri 5 alıbsan. Bunu demək istəyir mənə. Buradan alıram ki, C kubu bərabərdir 1 bölü 8 ise C-miz nədir? 1 bölü 2. Yəni sənin Px polinomun 1 bölü 2 imiş. P3'ü istədiyi üçün yenə cavabın 1 bölü 2 sabit polinomunu tapılır. Bəs yaxşı, P3 niyə fərqli sıfırdan verilib? Çünki şöyle bu polinom 0 polinomda ola bilər. Yəni burası 0, burası 0, burası da 0 olanda ödənir. Onca P3 fərqlidir 0 verilib ki, yəni 0 polinom olmadığını bilək. Sabit polinom olduğunu düşünək və belə həll edək. Doğru cavab E variantı olmalıdır. Əziz tələbələr, mən yenə də vaxt tapdıqca sizə təzə soru bankasından TRS-ə qədər çözümlərini verməyə çalışacağım. Yəqin ki, bir nebzə də olsa, kiməsə xeyri dəydisə, nə xoş mənə. İndi əlimizdən gəldiyi qədər bacardıqlarımızı sizə izah edirik. Hər birinizin inşallah nəticəsi yüksək olsun. Çox sağ olun.